Bir çox insanlar bilmək istəyirlər ki, görəsən Allah yanında məqamım, qiymətim, dəyərim, yerim hardadır? Bunu bir çox insanlar bilmək istəyir. Allah yanında hardayam? Qardaşım, bunun bir cavabı var. İkinci cavabı yoxdur. Bunu bilsən, biləcəksən Allah yanında hardasan. Allah yanında məqamını bilmək istəyirsənsə, bax, onun əmirlərini nə qədər yerinə yetirib, qadağan etdiyi şeylərdən nə qədər çəkinirsən. Vallahi, insan bunun miqdarında Allah yanında hörməti olur, məqamı olur, dəyəri olur. Rəşad qardaş, nəyə əsasən? Bir dəlil, Allah subhanahu və teala Quranda deyir, İnnə əkramakum indallahi ətqakum. Sizin Allah yanında, fikir verin, ən çox hörmətli olanınız, Allah yanında ən çox hörmətli olanınız, ondan ən çox qorxanınızdır, təqvalı olanınızdır. Təqvalı olmaq yalnız Allahın əmrlərini yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinməklə mümkündür. Deməli, Allah yanında məqamını bilmək istəyirsənsə, bax onun əmrlərini nə qədər yerinə yetirib, qadağan etdiyi şeylərdən nə qədər çəkinirsən. Vəssalam, bu qədər sadə.